Salam əziz və dəyərli şagirdlər, dəyərli izləyicilər. Yenə 9-lar üçün hədəfdən bu gün bir sual sınaq izah edəcəm. Bir neçə sınaq izah edəcəm hədəfdən. Ondan sonra son perioda keçəndə isə dim 20 sınaq və yaxud da model suallar bu şəkildə gedəcəyik inşallah. Deməli yoldaşlar, gəlin ilkin olaraq kiçik mətnlərimizə baxaq. Kiçik mətnlərə baxdıqdan sonra qrammatika digər mətnin izahını verək. Dear Raul, mother got her have a new dress for her birthday party. The dress was red in color. It also had flowers at the bottom. Raul said to mother, "This is the best birthday surprise ever. Thank you so much." Her mother said. Deməli, ilk öncə Ruslanın anası onun doğum günü üçün yeni paltarlar aldı. Paltar qırmızı rəngli idi. Raul'un daha doğrusu. Aşağı hissəsində çiçəklər vardı. Raul anasına dedi, bu mənim ən yaxşı doğum günü sürprizdir, çox sağ ol. Anası görək nə dedi? Anası dedi, məni kədərləndirirsən. Xeyr, nəyini kədərləndirsin ki, bunun ad günüdür, xoş bir nüansdır da. Niyə bu qədər kədərlisən? Adam deyir, ən yaxşı ad günümdür. Niyə kədərli olsun? B də getdi. Sonra, I am glad you liked the gift. Hədiyyəni bəyəndiyinə görə şadam. Anası verəcək bu cavabı ki, çox xoşam. Gəl deyə baxaq. Why didn't you like my present? Niyə mənim hədiyyəmi bəyənmədin? Bəyəndə axı adam deyir ki, çox sağ ol, anam, qəşəng idi. Məncə hədiyyədən razı deyilsən, xeyr, yenə də buna mənfidir, getdi. Cavabımız olacaq C variantı. Gəlin baxaq 6-ya. Diana loves gardening. She has bought two plants. One has red flowers and the other has yellow flowers. Deyir, Diana bağçılıqla məşğul olmağı sevir. O iki bitki kitabı alıb, birində qırmızı, birində isə sarı çiçəklər var. Gəl baxaq, Diana qırmızı rənglərdən nifrət edir. Yəni bunu deyə bilmərik, çünki burada qırmızı güllər var, burada isə sarı güllər var. Qırmızıdan nifrət eləmiş. She doesn't like, deyir, rəngli güllərdən nifrət edir. Yəni iki rəngdə gül var. Nəyə görə nifrət etsin bundan? Diana planted them in small pots and kept them in their garden. Deyir, Diana onlar kiçik səhənglərdə dikdi və bağçasında saxladı. Davamlı olaraq bunu verə bilərəm. As Diana doesn't like flowers. İlk öncə buna bax. İki dənə gülü var. Həmçində bağçılıqla sevir. Ona görə deyə səhvdir. She never looked after any flowers. Deyir, o heç vaxt çiçəklərə qayğı göstərməyib. Xeyr, yəni burada iki dənə gülü varsa həmçində bağçılığı sevirsə, yəni bu da səhv variantı. Cavabımız olacaq C variantı. Baxıram 7-ci suala. Deyir, studying in English is not child's play. One has to work hard in order to learn the subject, to speak or write English probably. Deyir, ingilis dilini öyrənmək uşaq oyuncağı deyil. Bu fənni öyrənmək üçün çox çalışmaq lazımdır. İngilisi düzgün danışmaq və yazmaq üçün görək nə bizə məsələcə. Böyük səy tələb olunur. Bəli, elə cavabımız olacaq A variantı. Gəlin baxaq digər variantların səhvlərinə vaxtını boşa keçirməlisiniz. Xeyr. Everybody has to live in foreign country. Deyir, hər kəs xarici ölkədə yaşamalıdır. Səhvdir. You must travel. Deyir, ingilis dilində səyahət etməsi yox. You must speak only native language. Deyir, yalnız ana dilinizdə danışmalısınız. Səhvdir. Cavab olacaq A variantı. Sadə mətnləri idi. Keçək indi bizim digər mətnimizə. There are many restaurants in the world, but probably the most famous is McDonald's. McDonald's has more than restaurants around in the world. In countries under there were million customers every day. The story of McDonald's began when brother Richard and Maurice McDonald opened a new restaurant called McDonald's Famous Barbecue. It was a successful business, has ever business and make money, so they made some change. For example, they hired a new way cook and serve food faster, and McDonald's became one of the first food restaurants in the world. In addition, they made many simple hamburgers, cheeseburgers, sodas, and milkshakes. There were no longer any waiter and waitress serve food, so customers ordered food by themselves at a counter. A man called Ray Kroc joined company later bought $400 million. They company worth many billions of dollars. There are McDonald's museum located in San
San Bernardino, Kaliforniya Universitetində oxuduq mətni. Gəlin indi onun tərcüməsini verək. Deyir ki, dünyada çoxlu restoranlar var, amma yəqin ki, məşhur McDonald's-dır. McDonald's dünyanın 119 ölkəsində 34-nə qədər çox restorana malikdir. Hər gün təxminən 68 milyon müştəriyə xidmət göstərən McDonald's hekayəsi 1943-cü ildə Richard və Morris McDonald adlı iki qardaşın yeni restoran açması ilə başladı. Bu uğurlu işin adı qardaşlar çox yemək satmaq, çox qazanmaq istəyirlər. Ona görə 1948-ci ildə bəzi dəyişikliklər etdilər. Məsələn, yeməyi daha sürətlə bişirmək, süfrəyə vermək üçün üsullar tətbiq. McDonald's dünyada ilk fast food restoranlarından birinə çevrildi. Buna əlavə menünü sadələşən hamburgerlər, cheeseburgerlər, sərnişin, milkshake-lər artıq yemək verən ofisiantlar yox, müştərilər özlərinə self-servis edirdilər. 1954-cü ildə Ray Kroc adlı bir şəxs də şirkətə qoşuldu və 2,7 milyon dollara satın aldı. Şirkət indi milyarlarla dollar dəyərindədir. San Bernardino, Kaliforniyada ilk McDonald's tikildiyi yerdə McDonald's muzeyləri yerləşir. Muzey hər gün saat 10-dan saat 5-ə kimi, axşam 5-ə kimi açıq olur. Deyir, mətnin əsas ideyası nə idi? Çox pul qazanmağın yolları, xeyr, çox pul qazanmağın yolları qətiyyən mətnin ideyası deyildi. Kaliforniyanın məşhur restoranları. Bax, əgər burada S olmasaydı, düz olardı məşhur restoranı, lakin bu da səhvdir. One of the most well-known restaurants deyir ki, dünya ən tanınmış restoranlardan biri. Bəli, McDonald's yazaq. Buna yeni definition kimi verə bilərəm. Gecə gündüz açıq olan restoranlar yox. Unsuccessful business, unsuccessful yox, successful olsaydı düz olardı. Cavabımız olacaq C variantı. Deməli, yoldaşlar, gəlin baxaq. 9-cu suala səhv fikri bizdən istəyir, yaxşı eləyir. Deməli, baxaq. McDonald's there first opened 1940-cı ildə açılıb. İkinci gəlin baxaq variantı yadımda deyil. Bəli, 1940-cı ildə açılıb. Düz variantdır deməli. A variantı ona görə düz olduğunu üçün çıxırıq. No change have been made since opening the restaurant. Deyir, heç bir dəyişiklik olmayıb restoranda, amma səhvdir bu cavab. Cavabımız B variantı olacaq. Çünki mən burada haradasa gördüm ki, deyir, onlar menunu sadələşdirdilər və in addition, deyir, for example, they hired some changes. Baxın bu cümlə. Buradan 1948-ci ildə müəyyən dəyişikliklər edilər. Burada isə no change deyir. Ona görə cavabımız olacaq B variantı. Deyir, first owners restaurants two brothers, bəli, iki qardaş idilər. The restaurant McDonald's düzdür. 1940-cı ildə açılmışdır. Serving deyir ki, yəni burada da artıq şeylər yoxdur. Deyir, complete the sentences according to the passage in order to sell more. Deyir, daha çox yemək satmaq və çox qazanmaq üçün yeni restoran açmadılar. Ben çıxacağım. İki qardaş deyir, food fastlar daha sürətli yemək pişirməyə yox, bahalı menyularda hazırlamadılar. Baxaq, qazanmaq üçün nə elədilər bu kişilər? Deməli, the two stars are food faster. Food faster, fast foodda fast food yarandı. Ona görə cavab olacaq A variantı. Baxaq. 11-ci suala baxıram. 11-ci sualda deyir ki, 1954-də nə oldu? 1954-də deyirsən, bunlar Ryan Kroc adlı adama satdılar. Gəlin baxaq. A variantı deyir ki, qardaş daha çox fast food restoranı açdılar. A variantı ona görə getdi. B variantına gəldikcə isə deyir ki, restoranın sahibi Ray Kroc'a satıldı. Gəlin mətndən baxaq, tam yadımda deyil. 1954-cü ildə bəli, Ray Kroc adlı 2,7 milyon həmçinin almışdı bunu. Ona görə cavabımız olacaq B variantı. İndi düzgün variantları seçək. Deyir, restoran yox. Bu müzeylər idi ki, ilkin yerdə olan müzeylər idi ki, onlar saat 10-dan 5-ə kimi işləyirdi. There are fewer customers restaurants in usual. Deyir, restoranlar adi günlərdə daha az müştəri var. Yox da məncə doğru bir variant deyil. 2,7 milyon almışdı və deyir, artıq çox sadələşdirmişlər. 1948-də olacaq cavabımız 2 və 4. Mətnləri işlədik. Mətnlər həqiqətən qəşəng idi. Yəni bu xüsusilə McDonald's mətnini çox bəyəndim. İndi isə keçək. Buraxılış sınav imtahanı 2-dir. Təbii ki, hamısını çalışacağım. 2024-25-də olanların hamısını izahını veririm. Deməli, yoldaşlar, gəlin baxaq nəyə? Olacaq 3, 4, 2 dedik.
İndi 13-cü suala baxaq. 13-cü sualda baxıram ki, burada wine var. Wine nədir? İçkidir wine və belə desək şeydir bu. Nədir bu? Sayılmır. Biz ki, maye halında olan fikirlər, yəni sözlər sayılmır. Və indi mən bunu əvəz edəcəm. Bunu əvəz edəcəyimə görə ikinci tərəfə də sayılmayandan işləyən bir şey qoyacağım. A lot of many sayılır, getdi. A lot-un of-u yoxdur, getdi. A lots of faydası yoxdur, getdi. Many sayılır, getdi. D variantı mənim cavabım olacaq. Deməli, yoldaşlara baxaq bu suala. Burada isə nəyə aid bir sualı? Təbii ki, pronoun. Let var. Let feildir. Feildən sonra nə gəlir yoldaşlar? Feildən sonra gəlməlidir obyekt al. Obyekt al. Obyekt al halda elə baxıram ki, hamısı obyekt al. Introduce və burada to var. Mən üçünə də məncə obyekt al. My best friend. Best friend nədir? İsmi birləşmə. İsmi birləşmə. İsmi birləşmə ilə nə işlənir? Yiyəlik alır da isimdən 2 dənə yiyəlik al. Baxaq. Deməli, bura verəcəyik bir dənə obyekt al. Obyekt olacaq let me deyək ki, hələ ki. Introduce. Burada your işlənməz, çünki özündən sonra isim gəlməlidir. His işlənməz, my işlənməz və introduce-dan sonra you işlənər. İndi baxaq, best friend özündən sonra isim gəldiyincə zemdə olmaz. A variantı. Baxıram 15-ci suala. 15-ci sualda isə possessive case-ə dair his özündən sonra been də gələndə bilirik ki, olmaz. It's important. It is deyir, burada da it's demiş şey olmaz. My brother is var əlavə. Is oladı, ona görə cavab düzdür. This is olmaz. My brother'sın da s yoxdur. Who's-dur demiş ki, anadan gəlmə apostrof s, yəli çal deyil. Cavab C variantı oldu. Deməli, baxaq, Florence, most beautiful word. İlk öncə bu ikisinə rahat Z artiklını verəcəyik. Çox rahat. Sonra burada da bu şəhər olduğuna görə, çünki buradan bilirəm ki, artıq bu şəhərdir. Şəhərdə də heç nə qoymayacağım. Z, yəni cavab olacaq D variantı. Deməli, yoldaşlar, baxaq yenə. Çünki bu deyəsən mövzu ağırlıqlı bir sınaqdır. Ona görə çox suallar deyəsən buradan olacaq. Do, baxaq. İlk öncə 17-ci suala baxaq. Burada ikinci tərəfə baxıram. Parents. Əla. Parents olduğuna görə theirs, hers, yours gedər. Çünki bunlar isimsiz işlənir. D variantları getdi. İndi qaldım mən do ilə də he işlənməz. Yox, da doğrusu he ilə də do işlənməz. Burada da olmalıdır ki, mən bura he qoyum. Başa düşdünüz? C ona görə getdi. 17-də A variantı oldu. Sadə sual idi. Everybody is interested. Texnoloji days. Days gəldiyinə görə days nədir? Days mənim isimdir. İsimdir, həmçinin də nədir days? Bir dənə də yazaq. Həmçinin də təklədir. Ona görə zət gedər. Hətta this də gedər, hətta it də gedər. Theirs də isimsiz işlənir. B də gedər, cavabımız olacaq A variantı. Deməli, yoldaşlar, gəlin baxaq 19-cu sualın cavabına. A few slices. A few-dan sonra bilirik ki, nə gəlməlidir? Cəm isim. Burada nə gəlir? Tək. A artiklının cəm işlənməz. A bowl of carrots. A ilə capsla A artikl işləməz. To-dan da sonra boxes olmalı idi. Getdi, cavabımız olacaq C variantı. 20-ci suala baxaq. 20-ci sual, bu da maraqlı sualdır. Baxaq. Days var yenə burada. İkinci tərəfdən baxaq. Zəti çıxart. Zəti çıxart. Cisi çıxart. A, D, C getdi. Qaldıq B ilə Y variantı arasında. Her days. Burada da olacaq cavab Y variantı. Niyə? Çünki deməli, yoldaşlar, it's getting. It's-dən sonra nə gəlməlidir? It's isimsiz işləmdə getting difficult və s. var. Y variantı ən ideal variantdır. Baxaq, new friends cəmdə olduğuna görə
Little tək, yəni sayılmayan tək, of-u yoxdur. Burada isə of-u var. Cavab olacaq Y variantı. I had time sayılmış. Time sayılmadığına görə bura heç nə qoymayacağım. Kanadada ölkə olduğuna görə heç nə qoymayacağım, amma cavab, belə bir cavab əmələ gəlmədi. Wonderful time. Time vaxt demək, xoş vaxt. Time bildiyiniz kimi vaxt mənasını sayın. Məncə burada belə olmalıdır. Yenə də D artikeldə olar bəlkə də. Bax, incorrect variant. Saçdan sonra gələr isim və yaxud isim birləşmə, so'dan da sonra gələr sifət. Hələ ki, yadımızda bir saxlayaq. Enough furniture incorrect variant istəyir. Kara görə ən artiklı olar. Enough lawyers, a very heavy box, too much page. Cavab burada olacaq 23-cü sualda too much page. Çünki digər bütün variantlar doğrudur. Modern müasir deməkdir. Baxaq. An area relating present time not the past. The power ismi not married. Not married bildik ki bu single'dır. C variantı getdi. 1, 2, 3. Burada yazmıyor. 1, 2, 3, 4. Deməli 2-yə C olacaq. Ability bacarıq deməkdir. The power skilled something 4-də B olacaq. Desert bu da D variantında uyğun gəlir. Desert-də nə idi desert? Səhra. Modernda olacaq A variantı. A, C, D, B. B variantında özünü cəmləşdirmişdir. 25-ci sual. Deyir, butter var, yağdır. 1, 5, 3, 1, 3, 5. Daha doğrusu, gəlin tərcümə eləyək. Hələ qayda olaraq 1, 3, 5 doğrudur. Amma gəlin tərcüməyə bax. There we have, deyir, not be enough. Deyir ki, not be enough. Deyir, yəni ehtiyac yox. It will not be enough. Deyir, yetərincə yoxdur. Deməli, az var. 1 olacaq, 5 olacaq. 3 çoxdur. Çox deməkdir. Olmaz. 1, 5. Deməli, yoldaşlar, mətninə baxdıq. İndi gələyim bir dənə bunu da sizə necə deyim, verim cavabını gözləyək. Deməli, yoldaşlar, bu da bizim essemizdir ki, one day Tom was playing football with his friend in the yard. Suddenly hit the ball strongly was broke window of the house. The owner of the house was very angry. It shouted at him. Tom apologized and promised not repeat deyir. Yəni, düzü istədi, bir də olmayacaqla bağlı. Yəni, bu da sınaqda bu yerdəydi uşaqlar. Deməli, yoldaşlar, bizim sürət qruplarımıza, sürət yox, daha doğrusu xüsusi qruplarımıza yəni gələn il üçün, həmçinin yay intensiv qruplarımız üçün 051 318 99 21 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Orada mən sizin üçün ətraflı məlumatı verəcəm. Deməli, yoldaşlar, hər birinizə sağ olun, hər biriniz təşəkkür edin, hər birinizə sağ olun. Hər birinizə izlədiyiniz üçün təşəkkür edirəm. İmtahanda hər birinizə uğurlar arzu edirəm.